Gəl, Rüstəm bəy, üzr istəyirəm, belə eləyək. 3 dəqiqə hər bir namizədə vaxt ayıraq. Bəllidir. İlham Əliyev öz mövqeyini qoydu ortalığa, kim olduğunu dedi. Hörmətli namizədlər, millət vəkilliyə namizədlər, sabah siz millət vəkili oldunuz. Vəziyyətdən çıxış yolunuz nədə görürsünüz? Nə təşkil edirsiniz? 3 dəqiqə xahiş edirəm, buyurun xalqa öz təşkillərinizi, bu vəziyyətdən çıxış yollarını deyin. Mehdi bəy, söz sizdə. Bir daha salamlayıram. Yegana çıxış yolumuz xalqı səfərbərlik. Xalqı oyatmaq, xalqı həqiqəti çatdırmaq. Təsəvvür edin, haşiyə çıxıram. Bugün Qurban bəy, uşaq pulu verilməməsinə qarşı heç bir reaksiya verməyən, tərtər qatillərinə, tərtər hadisələrinə qarşı heç bir reaksiya verməyən, özünü ziyalı adlandıran bir məktəb direktoruna bugün kəskin bir mübahisəm olub. Cəmiyyətin içində şərəfli, öyle sevinclə bağırır ki, Qurban Məmmədov başda olmaqla gətirəcəklər, asacaqlar, kəsəcəklər. Deyirəm ki, Qurban Məmmədov sənə nə eləyib? Deyir ki, belə-belə. Üzr istəyirəm ifadəmə görə. Cəmiyyətin içində, axıra qayıtır, deyir, bəlkə Qurban Məmməd sənin namusuna sataşıb. Durduq ayağa, az qalmışdı. Cəmiyyətlə ayırda söz yox. Deyir, bəlkə sənin namusuna sataşıb. Qurban Məmmədov nə deyir? Yurdunda dərgi salınmış, xalqın dərdin, sərin açıb ortalığa qoyur, xalqı səfərbərlik edir. Sən ömür boyu strategik saxtakarlıq eləmirsən. Öyle sevinirsən, öyle bilirsən ki, elə bir vətən xaini gətirirlər. Nə olub sənə? Sizin xarakterin, məktəb direktoru, ali təhsili, ziyalılar bu gündədirsə, əlbəttə, yegana bizim çıxış yolumuz xalqı səfərbərlik etməkdir. Ayıtmaq lazımdır, həqiqətləri çatdırmaq lazımdır ki, xalq biraz tərpənsin. Biz ancaq bu barədə mübarizə aparırıq. Görək yine təvəkkül Allaha. Buyurun. Eşq olsun, təşəkkürlər. Hələ Sürət bəy, siz nədə görürsünüz çıxış yolunu? Allah məkanın cənnət eləsin. Kemal Paşa Atatürk deyib ki, yurtda barış, cahanda barış. Mən çıxış yolunu yalnız millətin siyasiləşməsində və vətənimizdə bütün siyasilərin, partiyasından asılı olmayaraq, bütün siyasilərin bir araya gəlməsində görürüm. Tək-təhlikdə heç bir nə Azərfredov ailəsi, nə müqavimət hərəkatı, nə xalq parlamenti, nə xalq cəbhəsi, nə Musavat və digər partiyalar. Tək-təhlikdə biz heç nəyə nail ola bilməyəcəyik. Yalnız barış. Bu, Ərəstun bəy düz deyir. Mən siyasətdən aşağıdamam, siyasətçi deyirəm. Millət vəkili də seçirəm, seçilmərəm. Bu, o qədər də mənim üçün araçılıq keçirmirəm. Amma mən çıxış yolunu yalnız barışda görürüm, həmrəlikdə görürüm. Ayrı yolumuz yoxdur. Eşq olsun, təşəkkürlər. Ağsaqqal Telman bəy, buyurun söz sizdə. Bugün bizim çıxış yolumuz yalnız xalqın birliyinə nail olmaqdır. Əgər xalq bir olmasa, xalq ayağa qalxmasa bu hakimiyyətə qarşı, bu rejimə qarşı heç nəyə nail olmaq mümkün olmayacaq. Nə siyasi partiyalar 30 ildir görülmüş siyasi partiyaların fəaliyyəti də nə iş görürlər? Bu son vaxtda da yığıldı 24'ü ləbbey dedi. Hakimiyyətin onların o psixologiyasını öğrenmek için hakimiyyət o konferanslar təşkil elədi. Və burada yalnız ümidimiz yalnız xalqın birliyinədir və biz gücümüz çatan qədər xalqın birliyinə nail olmalıyıq. Xalqı anlatmalıyıq, dərk eləməliyik ki, bugün düşdüyün vəziyyətdən çıxmaq üçün sənin ayağa durmağın lazımdır. Ayağa durmaq lazımdır ki, bu rejimden kurtarma, bu rejime son koyma. Əks halda bizi bundan da büyük belalar gözləyir. Təşəkkürlər. Mən hər üçünüzə minnətdaram. Uğurlar arzulayıram sizə, var olun. Ümid edirəm ki, mən çox istərdim ki, hər üçünüz parlamentə təmsil olasınız. Açığı deyim ki, bu ikinci bu seçkilər, təkrar seçkilər, əlavə seçkilər, birinci seçkilərdən daha çox səviyyəli kadrlar çıxardığınızda mən özüm seçim eləyəndə açıq çətinlik çəkirəm ki, o adamlar arasında kimi seçim ki.
kim düşsün parlıyor, kim yok. Hamınız layıqsınız. Minnətdaram sizə. Çox sağ olun, var olun. Allah korusun. Sağ olun. Allah korusun. Sağ olun. Bir de icazə ver Qurban Bey. Buyurun. Mən söz yox, mənim fikrim buydu ki, xalqımı, bütün izləyiciləri bu gələn Novruz bayramı, bahar bayramı münasibət təbrik edeyim. Arzu edəcəm ki, bu bahar xalqımıza uğur gəlsin, bu vəziyyətdən çıxmağa böyük yaradan bizə yardımcı olsun. Amin. Çox sağ olun, sağ olun. Minnətdaram. Çox sağ olun.